Hər vaxtınız xeyir. Bugün gəlin çox ciddi, amma bir o qədər də vacib bir məsələdən danışaq. Bullingdən. Məqsədimiz nədir? Baxacağıq ki, bu problem əslində nədir, hansı formaları var və ən əsası biz bunun qarşısını almaq üçün nə edə bilərik? Mövzunun ciddiliyini tam anlamaq üçün gəlin birbaşa real bir hadisəyə nəzər salaq. 2013-cü il 12 yaşlı Rebecca Ann Sedgwick. O, davamlı kiberbullyingə məruz qaldıqdan sonra həyatına son qoydu. Baxın, bu dəhşətli hadisə bizə bir şeyi çox aydın göstərir. Bullying, bilirsiniz, heç də uşaq davası deyil. Nəticələri o qədər ağır ola bilər ki, hətta faciə ilə sonlana bilər. Məhz buna görə bu mövzu haqqında danışmaq bu qədər vacibdir. Yaxşı, belə faciələrin təkrarlanmaması üçün gəlin ilk öncə bullyingin nə olduğunu aydınlaşdıraq. Bu adi bir dalaşma, bir münaqişə deyil, qətiyyən. Baxın, bullying edən 3 əsas şey var. Birincisi, bu qəsdən edilir. İkincisi, təkrar baş verir və üçüncüsü tərəflər arasında bir güc fərqi, yəni balansızlıq olur. Bu üçü varsa deməli söhbət bullyingdən gedir. Deməli, bullyingin nə olduğunu bildik, amma məsələ burasındadır ki, o heç də həmişə eyni formada olmur. Fərqli üzləri var. İndi gəlin bu üzləri bir-bir tanıyaq ki, onu daha yaxşı anlaya bilək. Bax, bu sxem əslində məsələni çox gözəl ümumiləşdirir. Görürsünüz, bullyingi 4 fərqli cəhətdən təsnif etmək olar. Məsələn, məqsədinə görə, yəni qurbanı qorxutmaq yoxsa nüfuzdan salmaq istəyirlər və ya təsir vasitələrinə görə birbaşa üzünə deyilir, yoxsa arxasınca işlər görülür. Amma biz bugün ən çox davranışın özünə fokuslanacağıq, yəni fiziki, şifahi və sosial bullyingə. Və təbii ki, bir də ayrıca kiberbullying var. Gəlin elə davranış formalarından başlayaq. Deməli, gəldik ən çox rastlaşdığımız formalara. Birincisi fiziki bullying, yəni itələmək, vurmaq, əşyalarına zərər vermək. Bunu görmək asandır. İkincisi, şifahi, yəni verbal bullying. Təhqirlər, lağlağa, hədə-qorxu, burada sözlər silah rolunu oynayır. Və üçüncüsü, sosial bullying. Bax, bu ən məkirli olanıdır. Şayiələr yaymaq, kimisə qəsdən qrupdan kənarlaşdırmaq, bu çoxlaq gizlində qalır, amma zərəri heç də az deyil. Bəli, məhz bu sosial bullyinqə xüsusi diqqət yetirmək lazımdır. Çünki onu kənardan görmək, sübut etmək çox çətindir. Amma təsəvvür edin, haqqınızda yalanlar danışılır, dostlarınız sizdən uzaqlaşdırılır. Bu, insanda elə dərin, gözə görünməz yaralar buraxır ki, qurban üçün vəziyyəti həqiqətən dözülməz edə bilər. Yaxşı, bəs biz hardan bilək ki, qarşımızdakı adi bir uşaq davasıdır, yoxsa ciddi bir bullying halıdır? Bu, xüsusilə valideynlər və müəllimlər üçün çox çaşdırıcı ola bilir. Gəlin bu ikisi arasındakı o vacib fərqi necə tapmaq olar, ona baxaq. Əslində bunun üçün çox sadə bir yoxlama siyahımız var. Özünüzə sadəcə 3 sual verin. 1. Bu, bilərəkdən, qəsdən edilir? 2. Tərəflərdən biri digərindən daha güclüdür. Yəni, fiziki, sosial fərqi yoxdur. Və 3. Bu hadisə bir dəfə olub, yoxsa təkrar baş verir? Bax, əgər bu 3 sualın hamısına cavabınız bəlidirsə, demək ki, söhbət adi mübahisədən getmir. Bu, artıq bullyingdir. Yaxşı, bütün bunlar aydındır. Amma bir problem var. Bullying artıq təkcə məktəb dəhlizlərində, parklarda baş vermir. İndi o, telefonlarımızın, kompüterlərimizin içinə girib. Bəs o ekranların arxasındakı, o gözə görünməyən bullying necə olsun? Bəli, kiberbullying. O, oyunu tamamilə dəyişib. Niyə? Çünki o, heç vaxt dayanmır. Gecə-gündüz 24/7 davam edir. İnsanın ən təhlükəsiz bildiyi yerə, öz evinə, öz otağına qədər soxulur. Üstəlik, təhqir edən çox vaxt anonimdir, saxta bir profilin arxasında gizlənir. Və ən pisi, paylaşılan bir şəkil, bir yazı saniyələr içində minlərlə adama yayıla bilir. Təsəvvür edin, qurban üçün qaçmağa, gizlənməyə heç bir yer qalmır. Yaxşı, problemi hər tərəfdən analiz etdik, indi isə ən vacib suala gəlirik. Bəs biz nə edə bilərik? Gəlin, indi konkret həll yollarından, strategiyalardan danışaq. Və burada məsələ sadəcə hadisə olandan sonra nəsə etmək deyil. Əsas odur ki, elə bir mühit yaradaq ki, bullying heç baş verməsin. Xüsusilə böyüklər, yəni valideynlər və müəllimlər üçün 4 əsas addım var. Birincisi, maariflənin. Yəni, bullyingin əlamətlərini, növlərini öyrənin ki, görəndə tanıyasınız. İkincisi, müşahidə edin. Uşağın davranışında, əhvalında dəyişiklik varmı? Dostları ilə münasibəti necədir? Diqqətli olun. Üçüncüsü, ünsiyyət qurun. Elə bir mühit yaradın ki, uşaq sizə güvənsin, problemini çəkinmədən danışa bilsin. Və dördüncüsü, bəlkə də ən önəmlisi, müdaxilə edin, göz yummayın.
Bullying gördüyünüz zaman dərhal və qətiyyətlə addım atın. Unutmayın, susmaq, zorakılıq edənin tərəfində olmaq deməkdir. Və bu müdaxilə bizi daha böyük bir fikrə gətirib çıxarır. Baxın, ekrandakı bu fikir çox vacibdir. Məqsəd sadəcə bir nəfəri cəzalandırmaq olmamalıdır. Çünki bu, problemi kökündən həll etmir. Əsas məqsəd bütün mühiti, məsələn, məktəbdəki ümumi ab-havanı dəyişməkdir. Elə bir mədəniyyət yaratmaq lazımdır ki, bullying orada qəbul edilməz olsun, heç cücərə bilməsin. Beləliklə gəlib çıxırıq yekun nəticəyə. Bullyinglə mübarizə bir nəfərin ya da tək bir qurumun işi deyil. Bu, hamımızın, yəni şagirdlərin, valideynlərin, müəllimlərin, bir sözlə bütün cəmiyyətin ortaq məsuliyyətidir. Bütün bu danışdıqlarımızın əsas ideyası əslində bu cümlədə ümumiləşdirilib. Biz problem baş verənə qədər gözləyib, sonra ona reaksiya verməməliyik. Bunun əvəzinə biz proaktiv olmalıyıq. Yəni, elə bir mühit qurmalıyıq ki, orada bullying üçün heç bir şərait olmasın. Hörmətin, empatiyanın, qarşılıqlı anlayışın norm olduğu bir mühit. Bax, o zaman bu problem kökündən həll oluna bilər. Və sonda gəlin hər birimiz özümüzə bu sualı verək. Böyük dəyişikliklər həmişə kiçik addımlardan başlayır. Bəs siz öz ətrafınızda, öz cəmiyyətinizdə daha təhlükəsiz bir mühit yaratmaq üçün bugün nə edə bilərsiniz? Bəlkə sadəcə bir nəfərlə söhbət etmək, övladınıza diqqətlə qulaq asmaq ya da sadəcə ətrafınıza daha həssas yanaşmaq kifayətdir. Düşünməyə dəyər. Sizin ilk addımınız nə olacaq?